Baxırıq konusunun video izahına. Deyir konusunun doğranı ilə oturacağı arasındakı bucaq 60 dərəcədir. Doğranın uzunluğu 16 cm olarsa onun həcmini tapın. Deməli belə. Bir dənə 3 bucaq çəkirik. Deyir doğranı ilə oturacağı arasındakı bucaq. Bu doğranımız, bu da oturacağı. Arasındakı bucaq deyir bizdə 60 dərəcədir. Doğranın uzunluğu 16'dır. Buradan bir hündürlüğü indirirəm. 90, 60. Burada oldu 30. 30 dərəcə bucaq qarşısına kat et. 16'nın yarısı, yəni 8. 60'ın qabağı olur 8 kök 3. Həzmini istəyir. Olacaq 3'də 1 pi r kvadrat vurulsun h. 3'də 1 pi vurulsun 8'in kvadratı 64. H'daki 8 kök 3. Cavab olacaq 512 kök 3 pi bölünsün 3. Cavab olacaq D variantı. 2. Həcmi 12 pi santimetrin kubu olan konusun hündürlüyü 4'dür. Ona oxşar və oturacağın radiusu 9 olan konusun həcmini tapın. Deməli, həcmi 3'də 1 pi r kvadrat vur h-dır. Bərabər də 12 pi verilib. Hündürlüyü də 4'dür. Hündürlüyün yerinə 4 yazıram. Pi'lər gedir. Deməli, 12 ilə 4 gedir 3. R kvadrat 9. R alıram 3. Və oturacağın radiusu 3 idi, oldu 9. Bizdə deməli, həcmlərin nisbəti radiusların nisbətinin kubudur. Ona görə bu elə bir 3 bölünsün 9. Bunun kubu. 2'də 1'in kubu olur 8'də 1. Onda bu 12 pi verilibsə 12 pi'ni vuracam 8'ə. Olacaq bizdə cavab yoxdur. Üzr istəyirəm. 9'dan 3 gedəndə 3'də 1 qalır. 27'də 1 olur. 27 vuracaq. 12'ni də 27'yə vuranda olacaq 324 pi. Cavab olur A variantı. Deməli, növbəti baxırıq 3'ə. Deyir oturacağın radiusu 6 cm olan konusun ox kəsiyi düz bucaqlı 3 bucaqdır. Radius 16'dırsa, onda diametr 12'dir. Bura A olanda bura olur A kök 2. Onda A'nı alıram 6 kök altında 2. Tam səthini istəyir. S oturacaq üstəcə resiyan. S oturacaq pi r kvadratıdır. S yanda pi r'dir. Olacaq pi vurulsun 6'nın kvadratı 36. Pi r də pi vurulsun 6 vur 6 kök 2. Cavab olacaq 36 üstəcə 36 kök 2 pi. Yəni D variantı. Sual 4'ə baxaq. Deyir konusun ox kəsiyi düz bucaqlı 3 bucaqdır və sahəsi 16'dır. Bunun ox kəsiyi L deyirəm. L vur L bölü 2 bərabərdir 16. L kvadrat 32. L də alıram 4 kök altında 2. L olanda bura olur L kök 2. 4 kök 2'ni də kök 2'yə vuram 8. Yan səthini istəyir pi r. Olacaq pi vurulsun. Deməli L 4 kök 2'dir. R'dəki 4'dür. Cavab olacaq 16 kök 2 pi. D. Konusun doğranı deyir 12 cm-dir. Ox kəsiyinin təpə bucağı 60'dır. Konusun yan səthinin sahəsini tapın. Bərabər yanlının təpə bucağı 60 olanda olur avtomatik bərabər tərəf. Onda burada 12'dir. Yan səthi pi r e. Diametr 12'dir, radiusu 6'dır, L də 12'dir. Cavab olacaq 72 pi. Doğranı 18'də oturacaq müstəvisi 60 dərəcə bucağına gətirir. Burada 9 kök 3. Olacaq pi r kvadrat 3'də 1. Pi r kvadrat vur h. Olacaq 3'də 1 pi vurulsun 9'un kvadratı 81. H'da 9 kök 3. Olacaq 243 kök 3 pi. Baxırsaq sual nömrə 7'yə. Deyir konusun oturacağın radiusu 4'dür.
Onda bura 60 qalır. Deməli 30'un qabağı 4 isə bura 8-dir. Burada 4 kök 3. Yan səthi PRL. Pi vur 4 vur 8. 32 pi. Bərabər tərəfli konusun ox kəsiğinin sayısı 4 kök 3'dür. Ox kəsiyi bərabər tərəfli üçbucaqsa a kvadrat kök 3 bölü 4 bərabərdir 4 kök 3. A kvadrat 16, a-nı tapıram 4. 4, 4, 4. Yan səthi PRL-dir. Pi vur. Bu 4 isə radius 2'dir. Elde 4. 8 pi. Doğranlar nisbəti 2 bölü 3'də həcmlər nisbətini istəyir. Həcmlər nisbəti digər nisbətlərin kubudur. Bunları kuba yüksəltsək 8 bölü 27. Deməli, oturacağın radiusu 2 olan konusun açılışı şəkildə verilmişdir. Alfa bucağı 60 olarsa konusun doğranını tapın. Deməli, belə. Bizdə alfa bərabər olur 360 vurulsun R böl L. Şərtdə deyir ki, oturacağın radiusu 2'dir. Bura 2'dir. Bucaqda 60'dır. 60 ilə 360 gedir 6. L də bərabərdir. 6'nı 2 vuram 12. Üstündən rahat şəkildə tapa bilərsiniz. İndi baxırıq ikinci testin izahına. Diğer tərəfi 4 olan kvadrat bir tərəf ətrafında fırlanır. Kvadrat da düzbucaqlıdır. Bir tərəf ətrafında fırlananda bizdə silindr əmələ gətirir. Bax belə fırlandı. Bax belə. Deməli radius da 4'dür, hündürlüyü də 4'dür. Yan səthi 2 pi r vurulsun h. Olacaq 2 pi vur 4 vur 4. Cavab olacaq 32 pi. Katetləri 3 və 4 olan düzbucaqlı üçbucağın kiçik katet ətrafında. Demişdik ki, hansı katet ətrafında fırlanırsa, o katet sizdə hündürlüyü olur, digəri radius olur. Deməli, hündürlüyü 3'dür, radius da 4'dür. Tam səthini istəyir. S oturacaq üstə gəl S-yan deyəcəyik. Oturacaq pi r kvadratıdır. S-yanda pi r-dir. 3 4'ün Pifagoru 5'dir. Pi vurulsun 16. Bu da pi vur 4 vur 5. 20 pi. 16 pi üstəcə 20 pi cavab olacaq 36 pi. Bərabər tərəfli üçbucaq fırlananda şəklimiz olurdu bax belə. 4 4 4 4. Bu da 2 2 bölünür. Deməli burada tema necə olur? Bax bu qıraqda göstərirəm sizə. Bax buradan belə çəkilib hündürlük kimi. 2 2 bölünüb. Bura 4. Bura deməli olmalıdır 30. Bura olmalıdır 60. 60'ın qabağı 30'un qabağının kök 3, yəni 2 kök 3'dür. Bu oturacağın radiusu sayılır. Radius aldım 2 kök 3. Hündürlük 2'dir. Konusunda həcmi 3'də 1 pi r kvadrat vur h'. Olacaq 3'də 1 pi vurulsun. Bunun kvadratı 12. H da 2. Cavab olacaq 8 pi. İndi bundan 2 dənədir. 2'yə vururam 16 pi. Bərabər tərəfli üçbucağın bir tərəf ətrafında. Bax bu da ondandır. Beş 5 bölünür. Burada 5 yox 10. Bura olur 5 kök 3. Radius 5 kök 3'dür. Hündürlüyü 5'dir. Olacaq 3'də 1 pi vurulsun. Bunun kvadratı 25 vur 3'dür. Vur 5. Bunlar gedir 125 pi. Bunu da 2'yə vuracaqsınız 250 pi. Düzbucaqlı üçbucağın bir katet ətrafında. 4 4. Deməli h da 4'dür, radius da 4'dür. Yan səthi 4 kök 2 pi r. Pi vurulsun radius 4, l qaldıq 4 kök 2. Cavab olacaq 16 kök altında 2 pi. D variantı. Sayısı 8 pi olan yarımdairənin diametri ətrafında fırlanmasından yaranan fiqurun səthinin sayısını tapın.
Sahəsi 8 pi-dir. Yarım dairədirsə, deməli, pi r kvadratı bölünsün 2 yazacağıq. 8 pi olacaq pi r kvadrat. Bərabərdir 16 pi r kvadrat 16 r-i də alıram 4. Səthin sahəsi belə bir diametr ətrafında fırlananda bu. Sizdə əmələ gətirir kürə. Kürənin də səthin sahəsi 4 pi r kvadratıdır. Olacaq 4 pi vurulsun 4-ün kvadratı 16. 64 pi. Biri 4'dür. Buranı bilmirəm. X deyirəm. Nəsə deməyib çünki. Xətlərdən biri deyib. Həcmi 3'də 1. Pi vurulsun. Erim bilmirəm. H-ı 4'dür. 12 pi. Pi'lər gedir. Pi'lər gedir. Sonra 4 ilə 12 gedir 3. R kvadrat 9. R'i alıram 3. Getməmiş daha. 3, 4, 5. Yan səthi pi r l'dir. Olacaq pi vur 3 vur 5. 15 pi. Deyir sahəsi 12 olan düzbucaqların bir tərəfi ətrafında. Bax belə. Bura r'dir, bura h'dır. Sahəsi r vur h olur 12. Ox kəsiyinin sahəsi 2rh olacaq. O da olacaq 2 vur 12 24. Deməli, o anı verib 3. Deməli, o anı verib sizə 3. Bu yarım dairədirsə, daha doğrusu 4'də 1 çeyrək dairədirsə, burada 3'dür. Onda radius 3'dür. Bax, belə formada dönürsə, bu olur sizdə yarım kürə. Yarım kürədirsə, 3'də 4 pi r kubu ilə tapacam, böləcəm yarısına. 3'də 4 pi, 3'ün kubu 27. Alacam, deməli, 9, 36 pi. Yarısı 18 pi. Çünki yarım dairədir. Kiçik tərəf ətrafında deyir. Deməli 5 ətrafında fırlanır. 5, burada 6. Həcmini istəyir. Pi r kvadrat vur h. Pi vur 6'ın kvadratı 36, bu da 5. Cavab olacaq 180 pi. C variantı. Baxırıq 3-cü PDF-in izahına. Bir yarım kürə formasındakı qaba müəyyən qədər su tökdükdə suyun səthində radiusu r bərabər 6 cm olan dairə yaranır. Kürənin radiusu 10'dur. Su ilə dolu hissənin hündürlüyünü tapın. İndi qulaq asın mənə. Bu buraxılışa düşüb oxşarı. Deməli, bax, bu da radiusdur 10'dur. Bax, bu da radiusdur 10'dur. Məsələn, buranı birləşdirsəz, bu da radiusdur, bu da 10'dur. Buranı da 6 verib. 16. Fəqordan buranı tapıram 8. Bu da bütöv 10 idi. Ondan 8'i çıxıram, cavab olur 2. Kürənin həcmi 3'də 4 pi r kubudur. Olacaq 3'də 4. 4 dəfə artırsaq deyir, kubik düz azdır. 4'ün kubu 64 dəfə artar. Kürənin səthinin sahəsi 4 pi r kvadratıdır. 4 pi vurulsun 16. Cavab olacaq 64 pi. Həcmi 3'də 4 pi r kubudur. Olacaq 3'də 4 pi vur 27. Cavab olacaq 36 pi. Həcmdən radius kubik düz astıdır. 125 dəfə artması üçün 5 dəfə artırmaq lazımdır. Deməli, radiusu 6 olan kürəni əldə etmək üçün radiusu 2 olan kürələrdən neçəsini əldə birləşdirmək lazımdır. Deməli, kürənin həcmi 3'də 4 pi r kubudur. Neçəsini əritmək lazım olduğunu bilmirəm. Bərabərlə böyüyün həcminə. Pi vurulsun. Bunun radiusu 2 idi. Ona görə 2 yazıram. Pi vurulsun 6'nın kubu. Olacaq necə? X vurulsun 3'də 4 pi vurulsun 8. Bərabərdir. 3'də 4 pi vurulsun 216. Buradan 3'də 4 pi'lər gedir. X'də tapmaq üçün
216'nı bölürəm 8-ə. Düşəcək 27 dəfə deyəsən. Demə, yandı. Deyir kubun daxilinə çəkilmiş kürənin radiusu 3 sm olarsa kubun həcmini tapın. Daxildədirsə kürə. Onda bu balaca yer sayılır, tərəfin yarısıdır. Onda tərəfi 6-dır. Həcmi də 6-nın kubu 216. Burada radiusu 13 sm çevrənin mərkəzindən 5 sm məsafədə. Bu məsafəm 5'dir. Buradan burada 13'dür. 5, 13. Oradan buranı tapıram 12. Və buranın sayısını istəyir. O da pi r kvadratı ilə tapırsınız. 12'nin kvadratı 144. Cavab olacaq 144 pi. Sfera pi r kvadratdır. 4 pi r kvadrat. 50% asılsaq %50. Onun kvadratı. Vur 100 çıx 100. Deməli belə. Bu da 75% A dəfə ilə soruşur bu. 50% azalanda olur 0.5. 0.5'i də 0.5'e vuranda 0.5'i də 0.5'e vuranda 0.25. O da 4/1 deməkdir. 4/1 4 dəfə azalar deməkdir. Deyir, kürənin müstəvi kəsilərin ikisinin sayısı 49 pidir və 81 pidir. Onlardan biri kürənin mərkəzindən keçir. Mərkəzdən keçən daha böyük olur. Onda mərkəzdən keçən 81 pidir. Deməli, belədir. Bu 81 pidir. Onda bunun radiusu 9'dur. Onda kürənin radiusu 9'dur. Digərsə 7 olacaq. 49 pidə. Bu boyunca da 7'dir. Buranı birləşdirirəm. Burada 9'dur. Buranı tapmalıyım. 81 çıxılsın 49. Kök altında 32. Bu da olacaq D variantı.